Yaxşı, əgər dində məcburiyyət yoxdursa, onda niyə bizə deyir ki, namaz qılmasaz cəhənnəmə gedərsiniz? Niyə bizə deyir oruç tutmasaz? Niyə bizə deyir adam öldürsəz? Bunların hamısı sənin əməllərinin qaçılmaz nəticələridir. Sənə nəticəni aydınladır. Baxın, bunu oxşuyur. Mən deyirəm ki, mənim balam, dərs oxumayacaqsan, deyir ki, yox. Dərs oxumayacaqsansa universiteti unut. Ata, sənə qurban olum, dərs oxumuram. Niyə məni cəzalandırırsan, universitetdən məni məhrum eləyirsən? Diqqət edirsiniz. Bu necə absurd görsən hamınıza? Bir dənə uşaq gəlib desə ki, ay əmi, bildin də nə oldu? Mən dərs oxumuram deyə atam mənim universitetə getməyimi qadağan elədi. Əsəbləşdi, qadağan elədi. Əmi deyər ki, mənim balam, nə danışırsan sən? O, atanın qadağası deyil. Bunlar bir-birinə bağlı səbəb-nəticədir. Ata eləmir onu. Ata nəticədən sənə xəbər verdi. Bir axı mənə atam dedi ki, unut. Unut o mənada ki, sən dərs oxumasan, ali məktəbə qəbul ola bilməyəcəksən. Bu təbii nəticədir. Nəinki ata bunu eləyir. Allah Mütəal buyurur ki, namaz qılmasaz, oruç tutmasaz, bunu eləməsəz və yaxud da başqa ictimai günahlar eləsəz, cəhənnəmə gedəcəksiniz. Sizə əzab gözləyir. Bu sizin etdiyiniz əməllərin təbii təzahürüdür. Axirətdə bunun təcəssümü belədir. Bu Allahın ədalətindən yaranan bir sistemdir. Nə yaxşı Allahın bu ədaləti var.